Salamlar, hər birinizi 8 Mart vlogumda salamlayıram. Bugün biz ailəlikcə gedirik İstinya mola. Biz İstanbulda İstinya mola getmişdik. İndi istəyirik İzmirdəkinə gedək. İzmir'in en büyük molu. İzmir'in en büyük moludur. Sen de değil. Kabul edin. İndi biz bu yolu düşəcəyik aşağı. Ən zəhləm getdiyim yoldur da bu. 8 Mart hədiyəm. Ay yavaş da mən bir dənə Nərgizi tut, mən buraxıram. Mən belə tez-tez gedəmirəm. 8 Mart hədiyəm artıq Bakıdadır və ayın 14-ü Bakıdan İzmirə gələcək. Əslində biz otel kimi də kirayə götürə bilərdik bu tip evləri. Sadəcə olaraq orada oteldə necə olur? Bir otaqda hər şey daxil içində belə. Elə bir şey olur. Ona görə də o biraz narahat olur deyə biz apartament kimi seçirik götürmək. Burada apartament kimi evlər çoxdur. How? Belə. Teymur səhər gül verdi bizə. Videonu burada bölüşəcəm sizinlə. Video Reels üçün çəkilib. Çox qəşəngdir. Hər zaman kimi mənim gözlərim dolu. Yəni mənim gözlərim dolması üçün bir səbəb lazım deyildi. Hər şey gözləm dolu. Burada bir kafe var, adı Fridge. Biz hələ ora gəlib çıxmamışıq. Çünki biz axşamlar hələ burada gəzmirik, Nərgizlə idiyə. Amma Bakıdan gələr-gəlməz qonaqlar bizim evdə kim qalacaqsa, Nərgizlə otursa, axşam sevə-sevə Fridə gedərik. Gəldik dayanacağa. Timo ilə Nərgiz avtobusu belə gözləyirlər. Gəldik, çatdıq. Nəhayət ki, İzmir'in ən böyük moluna İstinya Park. İstinya Park İzmir Balçova tərəfdə yerləşir. Bura İzmir'in lüks alış-veriş mərkəzlərindən sayılır. Burada Louis Vuitton, Hermes, Dior, Cartier, hətta Rolex və digər böyük brendlərin mağazaları var. Alış-veriş mərkəzi səhər 10-dan axşam 22:00-a qədər işləyir. Səhərdə mola gələndə əsas Nərgiz üçün yer axtarırıq ki, Nərgiz arada qoyurlar ki, Nərgiz oynasın. Çünki o çox gəzməyi sevmir axır vaxtda və oturmaq istəyir. Ən əsası istədiyimiz Nərgiz üçün bir məkan tapmaq idi, onu da tapdıq. Burada qiymətlər də sizin üçün qeyd edəcəm. Bu əyləncə tərəfi o qədər böyüdür ki, burada hətta böyüklər üçün oyunlar var. Hətta sonradan sizin üçün video bölüşəcəm. Teymur Nərgizlə oynayırdı. Burada belə uşaqlar üçün balaca şkaflar var. Hardakı uşaqlar əşyalarını yerləşdirə bilər. Nərgiz qad öz veşlərini qoydu, getdi oynamağa. Biz həmişə onun üçün 1 saat götürürük, amma elə olur ki, biraz tez yəni qayıdırıq dalınca, amma yenə də hər ehtimal 1 saat götürürük. Çox qəşəng mol idi, çox qəşəngdir, amma çox da böyüdür. İnanın ki, biz Nərgizi qoyuruq gəzməyə çıxırıq. 2 dən mərtəbə aşağı düşürük, 1 saat keçir. Və 8 Marta görə burada elə konsert kimi belə mini bir şey vardı. Sonra girdik digər mağaza. Burada Teymur formalara baxırdı özü üçün. Qiymətləri səhv eləmirəmsə hardasa 3000 TL falan idi. Benim sevdiğim şu an Music Book. Çok seviyorum. Teymur hansı ki mağaza edir, bir dənə giriyə baxıq çıxaq. Orada veçin nəsə alır. Çox zamanda bu mağazalar kitab mağazaları olur. Mən bir mağaza girirəmsə orada nəsə almalıyam da. Yəni və əgər orada heç nə almayacağamsa boş-boşuna girib gəzməyi sevmirəm. Amma Teymur əksinədir. Ne qəşəngdir. Hep Amerika'da. Bu arada burada Dyson'ın mağazası var idi. Gəldi Nərgizkanı götürməyə. Burada Teymurda karta əlavə ödəniş eləmişdi deyə Nərgizkanı oynasın. Burada isə başından tutur ki, belə toplar başına dəyməsin Nərgizim. Nərgiz burada çox əyləndi. Nərgiz batutları çox sevir. Burada da elə demək olar ki, hər yan batut idi elə. Elə oynadı. Bilmirəm, Nərgiz çox əyləndi, yoxsa Teymur? Sizcə kim daha çox əylənirdi? Əlbəttə ki, acıydıq deyə dedik gələ yemək ye. Teymur dönər götürdü. Mən isə plov üstü dönər kimi bir şey götürdüm. Amma çox yağlı idi. Dadlıydı, amma çox yağlı idi. Nərgizə də normal olaraq həmişə kimi kartoşka free nuggets və yəni bu formatda bir şey götürdük. Dedi yeyək. Əslində mən fərqli bir şeylər yemək istəyərdim. Prosta o qədər insan vardı ki, bayram idi deyə. Restoran çoxdur əslində insan sayına görə. Amma yenə də dedim ki, ən tezdə hansı idisə baxdıq, oçilet olmayan yerdən dedi götürək oradan. Türkiyədə mollarda belə bir şey var. Yəni bayıra çıxırsan, elə bilirsən ki, moldan çıxdım, amma əslində molun bayırına çıxırsan və burada ən brend mağazalar da burada yerləşir. Mən də sizə burada Rolex'i çəkmişdim. Türkiyənin bütün mollarında ikinci mərtəbəyə çıxanda belə bir mənzərə var.
Yəni heç şəhərci idi də elə bil. Ya da elə bilirsən ki, bayıra çıxırsan, və sən bayıra çıxmırsan. 2-ci mərtəbəyə çıxırsan və bura yenə moldur. Yəni bu molun içidir. Çıxardım, açılmırsan. Ay Allah. Vur bir daha, vur. Özün. Mollarda çox gəzməyi sevmirik. Ona görə sonra qayıtdıq evə. Mən də elə taksidə gedə-gedə dedim sizə neynim. Çantamda nələr var deyə göstərim. Gəlin başlayaq. Salfetka, mendil deyirlər türklər. Ya sulu, ya quru mütləq olmalıdır çantamda. Snoop illərdir snoop edirəm və bilmirəm. Arada deyirəm ki, все, вроде бы çıxdım, amma yenə də edirəm. Ona görə snoopdan necə çıxmaq olar bilən varsa elələrdə yazsın. Eynək, şarj hər zaman yanımdadır. Nivea bu dodaq boyasını çox sevirəm, çox bəyənirəm. Artıq pis günə düşüb, amma çox qəşəngdir. Açarlarım brelokun üzərində bu arada burada Los Angeles yazılıb. Los Angeles mənim arzumdur. İnşallah bir gün oraya gedə biləcəm. Bunu mənə Fidan Amerikadan gətirib. İzmir kartım var. İzmir kartı ikincidir. Birincini itirdim mən. Elə bildim ki, lazım deyil, dedim nəyə lazımdır. Sonra da başa düşdüm ki, hər yerdə lazım imiş. Qulaqcıq. Məndə böyük AirPodslar var, amma arada kiçiklə gəzirəm. Çünki böyükləri, yəni belə də hər narahatdır da, yəni hər yerə aparmaq olur. Hər birinizi salamlayıram. Bugün sizinlə ev təmizliyi vlog olacaq və bunun əvvəlki vlog ilə bu vlog birləşəcək. 2 günü bir günə birləşdirəcəm ki, daha uzun və daha maraqlı vlog olsun. Keçən gün biz pastelləri dəyişməmişdik. Odur ki, başlayırıq oradan. Birinci pasteləri dəyişəcəyik, otaqları yığışdıracağıq. Balaca ev olmağına baxmayaraq hər gün davamlı şəkildə evi yığışdırıram. Ondan sonra isə evləri soslayacağıq və yerləri siləcəyik. Sonra isə Nərgiz çimməlidir. Və Nərgiz dünəndən düşbərə istəyir. Bilməm, hardan görüb, axşam düşbərə istəyib. Gedəcək mağazanı düşbərə axtarmağa. Evdə yemək var əslində özüm üçün, amma Nərgiz istəyir. Bir də ki, belə bir şey almışam deməli. Amma bunun tomatlı supudur da, knorul. Reklam elə bütün günü tomat supu almışam. Bunun mərcisini axtarmaq istəyirəm ki, Nərgizə mərcisini edeyim. Əslində evdə evlərim, prosta blender yoxdur. Nərgiz də adi mərci sevmir, yalnız blenderdən keçirilmiş sevir. Bir də ki, türklər mərcini sarı idi, belə sarı fason. Onu sevir də, bu qırmızı sevmir. Canım. Nərgizə baxın. Nərgiz sonra da yemək yiyir. Nərgiz ki, nədir? Dadlıdır. Yiyirəm. Ev təmizliyi vlogu ilə davam edirik. Ev təmizliyi, bəlkə də bu vlogun üzərindən mən hardasa 2-3 dəfə ev təmizləmişəm. Dedim pəncərə açım, biraz hava təmizlənsin. Bu matras, mən ümumiyyətlə yataqlar divara yapışanda zəhləm gedir. İndiyə qədər həmişə elə olub və məcbur, yəni çox narahatdır o yatağı düzəltməm. Bilməm, sizdə də belədirsə rəylərdə yazın. Neçə gündür paltarlar yığılıb, dedim paltarları da yuyum. Və gəlirəm qabları yumağa. Qabları yuyanda arxadan çəkirəm. Bir dənə deməli yapışqan var, telefonun arxasına yapışır da, maqnit kimi. İstəyirəm onu əldə edeyim ki, hər yerdən rahat çəkə bileyim. Çünki mətbəx elə yerdədir ki, yəni hər yerə kameranı yapışdırmaq olmur da. Belə, indi də telefonu dəyişdiyim üçün hələ mənə yeni case lazımdır. Evləri təmizlədik. Bu arada bu toz soranı mən Trendyol'a sifariş eləmişdim. Kiwi səhv eləmirəmsə və çox qəşəng markadır bu arada. Və kifayət qədər köməkdir. Əslində bir bunun qulpu var belə, amma yoxdur, belə tuturam. Çox qəşəngdir. Balaca ev üçün əladır. 40 maddə sifariş eləmişdim bu arada. Başlığı belə fırlanır özünə. Dilini tutsan çox qəşəngdir. Mən çox bəyənirəm, çox sevirəm. Yaxşı ki də var. Mən buraya gələndə 2 həftə hardasa bir həftədən bir az çox 2 həftə yaxın süpürgə ilə evi təmizlədim. Təsəvvür etsin, nə qədər çətindir bunu eləmək. Ondan sonra dedim ki, yox, mütləq sifariş eləməliyim və belə yavaş-yavaş başladıq evə bir şeylər almağa. Onlardan biri də elə bu məhsuluydu, çox qəşəng məhsuldur və burasına tozu yığır və çox qəşəng yol verir işimi. İndi isə əsas məsələ evləri silməkdir. Məndə Sleepy'dən belə bir salfet var və bunun üçün az qalıb. Əslində Şotko Sleepy üçün deyil, amma buna baxmayaraq işini görür. Biraz yapışqanı var deyə bir tərəfi yapışır. Bu Sleepy'lərdən gərək yeni alım. Türkiyədə də satılır bu arada. Məndə başqaları da vardı. Mən bunu Bakıdan gətirmişəm. Asia'dan möhtəşəm lifehack. Pis deyil, yola vermək olur. Belə evləri sildim. İndi gəlin baxaq nə alındı. Və belə. Çox asan və rahat və bunu təmizləyirəm. Əlbəttə Sleepy'nin özünki olsa daha rahat olardı. Amma yenə də buna da bir şükür. Hamam otağını təmizləyək. İndiyə qədər Instagramda belə hamam otağını göstərməmişəm. Dedim buraları təmizləyim. Ümumiyyətlə hamam otağını davamlı şəkildə təmizləyirəm. Qaynanam demişkən həmişə deyir ki, qızın təmizliyi hamam otağından bilinir. Siz nə düşünürsünüz bu arada? Evi təmizlədim. Yoruldum. Bayağı yoruldum. Nərgiz özü oynuyor. Nərgiz üçün izdirməyə lazımdır. Bir dənə düşbəri tapmaq lazımdır. Hardan tapacağımsa da. Evet, qəşəng təmizlədim, hər yeri yığışdırdım. Birazdan da
Böyle yoruldum, indi paltarlar yuyulur. Paltarlar yulandan sonra onları asacağım. Bu şeyler içimizde. Ben telefon oynuyorum. Tebrik ediyorum bayramdan. Gülmenici bir şeyler yesin. Pişiyim değil mi? Nə domestisi gəlir, zəhrəm ərimin domestisi gəldi. Əlcəklərim yoxdur ki, istifadə edeyim. Ona görə evi təmizlədim, amma indi ərimin domestisi gəldi. Bu arada bayır var bizdə. Çox qəşəngdir. Amma ki, hələ ki istifadəyə verməmiş, necə deyərlər. Amma bugün hava da çox qəşəngdir. Buranı görə təmizləyim. Əslində biz buranı geçən təmizləmişdik. Burası yağış yağdı deyə. İndi burada da çiftli güllər var. Bunları da götürüm evə. Gidə bunları dəyişək. Məni Instagramda çoxdan izləyənlər və bura Instagramdan izləyənlər gəlibsə, yəni izləyicilərim, onlar bilir ki, mən gülləri necə sevirəm və hər zaman çalışıram ki, evdə güllərim olsun. Bu arada belə bir şey eşitmişəm ki, güya Türkiyədə, yəni türklər belə deyim də qadınlarını gül verməyi sevmirlər. Eşitmişsiniz belə bir şeyi? Havalar yavaş-yavaş düzəlir. Ona görə birazdan bayırda da oturmaq olacaq. Buraları da təmizləmək lazımdır. Buranı da bir təmizliyi vlogu eləyərəm. Belə. Qəşənglədim buranı. Gedim. İndi əllərimi falan yuyum, domestisini inşallah gedər. Son günlərdə nəsə boğazım ağrıyır. Daha doğrusu dünəndən bugün ona görə çalışıram isti su içeyim. Bilmirəm niyə. Düzü soyuq su içirəm, amma arası falan yeməmişim. Ona görə isti su içirəm. Reels çəkməliyəm. Düşünürəm nə reelsi çəkim. Əslində ağlımda bəziləri var. Yəni ki, makyaj etməliyəm. Makyaj etməmişdən qabaqca Nərgiz çimizdirmək istəyirəm. Nərgiz çimsəydi daha yaxşı olardı. Sonra da makyaj eləyərdim, işlərimi görərdim. Bugün heç o hiddə deyiləm. Amma bunu elə qəşəng bağlayacağım ki, heç bilməyəcək. Make-up. Saç yığacağım. Qəşəng ortadan belə böləcəm. Orta hardasa buradadır. Belə evlər təmizlədim. Evi hər gün təmizləyirəm. Yəni bu ağ yer elədir ki, toz olur, bilmirəm, çirk olur. Hər gün təmizləyirəm, amma yenə də çirklənir. Nərgiz çimməyə gedək? Biraz adaqlı çayım. Adaqlı çələdim, doğrusu gedək. Adaqlı çayım. Nəhayət ki, Nərgizdə çimməyə aparıram. Nərgizi qışda hardasa həftədə bir dəfə çimizdirirdim, amma uca yay gəlir dedim yoldan. Ona görə gələ həftədə 2 dəfə çimizdirməyə başlayım. Nərgizdə çimizdirmək bir hekayədir, amma son zamanlar ağıllı balam böyüyüm, ağlamır. Giyin. Nərgiz free istədi, dedim onu tez free eləyim. Elədim, biraz yağlamıyorum, bura çox yağ eləməm. Belə. Sonra isə paltaları asıram. Paltaları asmağı heç sevmirəm, yığmağı vapşe sevmirəm. Dəyişdim. Bəlkə istədim, əsər əlamət yoxdur. Gedər misin üçün reels çəkməyə? Вкусно? Вкусно? Как ты делала? Supu etməyə qərarına gəldim və bayaq göstərdiyimdə bu. Pis deyil. Yazılıb ki, qarışdırırsan, yəni qaydana qədər qarışdırırsan, ondan sonra hazır olanda biraz gözlədib içə bilərsiniz. Belə bir şeydir. Pis deyil. Boşdadır. Böyle bomba kimi də supdur. Tam istədiyimiz. Sup pis değildi, amma ki adama bir porsiya yeyəndən sonra da yemədim. Bilmirəm, bəlkə mən suyunu çox eləmişdim. Nəticə pis kisel kıvamındaydı. Mən də kiseldən uşaq vaxtı irənmişəm. Ona görə siz sevmədim. Amma mərcisini ya da yaylasını denemək istəyərəm. Yaxşı, sup bir kənara. Vlogu necə alındı? Rəyləriniz çox maraqlıdır. Düşüncələriniz çox önəmlidir. Mənə fikirləriniz lazımdır. Rəyləri yazmağınızı istəyirəm. Ona görə maraqlıdırsa dostlarınızla bölüşün. Səhifəmə abunə olun. Ümumiyyətlə YouTube kanalımda daha faydalı videolar da olacaq. Sosial şəbəkə ilə bağlı odur ki, yəni yalnız vloglarla deyil də bundan sonra daha keyfiyyətli və fərqli materiallarla qarşınızda olacağam. Vlogun sonuna gəldik. Sağ olun. Gələn vloglarda görüşənədək.